Herkese selam dostlar, kanalıma videoma hoş gelmişsiniz. Bugünler benimle birlikte doğum günü vlogumu çekeceğim. Ben hazıram. Bir neçə dekor etmiştim səhər durub. Orada çəkməmişəm. Dekor hazırlamışdım. Onları falan şəkilləri falan çəkdim. Hətta birini belə topluluğumda paylaşdım. Dün 8 Mart'tı, bugün 9 Mart'tı. 8 Mart'ında bir şəkil paylaşmışdım ve bugün de bir şəklimi paylaşmak istedim. O 8 Mart size demiştim ki, benim doğum günüm sabahdır, yani 9 Mart'tır. Şimdi ben hazıram. Bir de belə sumka götürdüm. Belə kurdeleli. İçine gloss, toka koydum ve telefonumu koyacağım. Başka üstüne koymayacağım. Hələ ağzı biz birazdan çıxacaq. Mən götürüm zərfə koyacağım. Yola çəkərəm yəqin ki. Yine biz gelirik. Kucağımda bazı kardeşim var. Bir şey çekmeye çetin olacak. Maçlar çekeceğim, devam ettireceğim. Mola verdi. Hele 1 saat falan yolumuz var. Ama çok güzel bir yere gedirik. Çəkəcəm o her şeyi. Maraqlıdır. Hem orada müze var, bowling oyunu var, hem de trambolinli bir park var. İndi hələ ki mola vermişik. Yollar əlinə gəldikcə çəkməyə çalışır, amma yollarda mahnı qoşuruq deyə telif yeməsin deyə yəni çəkmirəm oraları. Dayananda mahnı falan dayandıranda hər bir çəkəcəm sizə.
evə yollanırdıq. Amma olduğumuz ərazinə çox yaxın bir yerdə, çox baxışdım səsə görə, olduğumuz yerə çox yaxın bir yerdə maraqlı bir park var. Və biz də bu tərəfdən bu parka gəldik. İndi mola falan verilmiş kimi sayılmış da ola bilərik. Amma indi yemək falan yeyərdik. Çünki ən son yediyimiz günorta idi. Yəni saat 2-yə falan işləmişdi də qalmışdı. İndi isə artıq saat 8-ə qalıb. Yəni belə. Bundan sonra bilmirəm evə gedəcəyik yoxsa getməyəcəm, amma bugün iki tərəfə getmiş olduq. Birinci getdiyimiz Bakı tərəfi idi, bulvar tərəfi idi, amma indi getdiyimiz isə fərqli. Və deməli dostlar, videomuz sonuna gəldi. Mənimlə bərabər bir doğum günü vlogu çəkdim. Bu vlogu həm də çəkdim ki, gələcək zamanlarda doğum günü necə etdiyimi görmüş olum. Getdim, səhər oyanıb Bakıya getdim. Hətta dekorasiya belə etmişdim səhər. Çəkməmişəm, təəssüf ki, şəkil çəkmişəm bir dənə. Onu qoyaram yəqin ki, bura ya da bura. Belə daha sonra qayıtdıq olduğum ərazinin maraqlı bir yerinə. Orada da bir yemək yedik. Çünki biz oraya Bakıya gəlirkən yediyimiz yeməyin üzərindən 4 saat falan keçmişdi həqiqətən. Bakıda oyun yerlərinə falan getdik. Onları falan çəkməyə çalışdım. Əlimdən gəldiyi maraqlı kadrlar almağa çalışdım. Belə ki, ad gününü təbrik edənə hər kəsə çox təşəkkür edirəm. Hətta indidən belə mən yolda gedərkən ad gününə təbrik edən insanlar var idi. Hər kəsə çox təşəkkür edirəm mənim ad günümü təbrik etdiklərinə görə. Deməli, belə bir videonun sonuna gəldik. Düşünürəm ki, sizə maraqlı olmuşdur. İnşallah izləyərkən də maraqlı olar sizin üçün. Çox video danışıq olmadı təəssüf ki, çünki danışacaq şey tapa bilmədim. Artıq videonun sonuna gəldik. Sonuna qədər izlədiyinizə görə çox təşəkkür edirəm sizə. Sağ olun.